Salam, mətbəxlə var bu gün 1 saatlıq yer dəyişmə eləyəcək. Nə fikirləşsən? Ağa bacaracaq koordinatını yoxsa yox? İnşallah barda uğuru olduğu qədər mətbəxdə də uğuru var. Biz ağaya inanırıq, bacaracaq. Ağa inşallah ki bacarar, inanırıq. Məncə bacaracağam, çox dadlı olacaq. Yandırmışam bir qalsın. İsmi xanım, sən nə fikirləşsən? Bacaracaq koordinatını yoxsa yox? Qardaşım hər şey bacarır. Yəni problemsiz həll eləyəcək. Deməli, yan tərəfdən açacaqsan. Tam yox ha. Yarım. Slow motion döyürük. Pis getmir, yaxşıdır. İndi keçirik növbəti mərhələyə. Növbəti mərhələ ədviyyatların qatılmasıdır. Biz stresi kəsirik. Heyecan var. Xeyr. Bu cür formada kəsirik. Veçinə götürürük. Arası belə bir şey. Nəticəyə baxacağım mən. Zibilləri ortaya atmaq olmaz. Zəhmət olmaz, zibillər zibil qalır. Keçirik növbəti etapımıza. Düz eləyir və səhv eləsə də deyə istəyirəm. Bunun da üstüne 2 dənə pomidor çelə, pomidor yumurta eləyək. Daldıracaqlar yazın. Yeməyə çalışacağıq. Güvənirəm, bacaracaq. Evet, kararmaz. Yapışırak da bu. Burada da o. Ehtiyatlı ol yardım olmayacaq. Nereye o? Ne kadar tökürük? Bizdən gedərsiniz tökür. Bugün benim elim boldu. Ona göre çok tökeceğim. Bəsdir. Azdır. Azdır, oradan kef edin. Bugün çok tökürük. Ən yaxşı bildiyiniz mi? Sunamuna sosu. Buyurun, telefonda. Şefim, belə yoxsa belə? Mən ürəyin nətər istəyirdi Mərsəm, mən Ağdamlıyam. Bir gün əti bastım kebaba, Allah. Xoşlaşmayın. Kadrajıma girirlər. Mən də adamlıyam. Məsələn, bol-bol. Yaşıllıq, sağlamlıq. Xanım dekorzat da verir. Sağ ol. Pomidor salatımız hazırdır. Bəli. Krevetkaları da onun içine qarışdır sosunu. Heç nə olmaz. Buradakı gördüyünüz sousla qarışdırır. Allah, buna ne var? Ziyanlı buna mı? Böyle yerinde mozzarella olacak buna mı? Çek hoşuma. Ortadaki belə bütöv qalsın. Biraz. Hazırsa sonra toxunuşaq. Neyse, biraz çok oldu. Все. Bu qədər. Dəfə açın. Onu qoyun ora. Çox səliqəlisiniz maşallah. Qırası söndürmüşəm, xəbəri yox. Onu siz şey eləməliydiniz, düşünməliydiniz. Yanan tərəfə qoyurlar normalda. Söndürmüşəm qırası. Bunu biraz aşağı elə. Ən çətin etap mənə görə budur. Bundan sonrası rahat. Şefim, mənim sənin köməyinə ihtiyacım var. Bəli. Soğan qabığı necə soyulan? Ortadan böl. Çıxar əlindən. Veçinan götürün. Bir dənə də yumurta götürün. Götürün, nə zəhmət olmasa qabı. Tez yanacaq, bax bu boyda şeylər var. Tez elə. Tez qaç onu çevirəcək. Şefim, klabın imtinası çıxdı, necər pişirənə qədər. Tez. Ama ikisini eyni qabığı. Yo, yaxşıdır. Tez gəl bura, tez. Hava yandı, tez ol, qaç. Oy. Yumurtanı götür. Belə qarışdırmalıyıq. Aha. Duz yok da vur imkanını. Sosla olursan vurduğun kimi yok. Qaç. Barda öz bura yeri yasın, qaç. Üstüne koy. Ay, söndür onun altını. Bu yanan çörəklər kimindir? Gel. Əlinlə. Mayonez vur içine de. Ətara qoyacaqsan. Seçin orada. Kartoşkaya su koyun indi. Püre için. Sonra pomidor var burada. Evet, tamam. Şu bildim. Şeyden de geçirelim. Çöreği koy.
Missiya deyə şefim burada eləyəmiz ki. Normalda mətbəxdən Club Sandwich'in çıxma müddəti nə qədərdir? 12 dəqiqə. 45 dəqiqə Dincanın Club'ını gözləyirik Allah'a. Sən mənə kartoşkanı söyləmirsən 45 dəqiqədən sonra. Mən İlk növbə bizdə olacaq mətbəxdə ona görə. Bir göbələk, bir dənə də kartof. Kartof hələ şübhəlidir. Kartof, sağ olun. Kartof olsun. Qonaq presini az istəyib şefim, bir dənə atıram. İsti sopa oynayacağız ne olur. Bu hala gizlədir. İsti qaynar. Çox mükəmməl elədim. Məncə Bəhram hələ indi başlayır. Sabaha hazır olar, söz verib. Çox Çünki hazır. Heç iştahatsızı görünmür o Club. Ən azından hazırdır. Soğanlı göbələyini gəl götür. Hə? Xan bəy başladı. İsmi Xan bəyə də bir dənə baxaq. Baxmasaq necə olur? Ay sağ ol. Ürəkli. Ay sağ ol. Elə yox, qabaq hazır töküb saxlamışdım. Yoxsa belə getdi. Nə qədər bağlı. Bilirəm nə oldu ona qoysun. Sən görürsən düzündür. Ağa sən məndə bu səhvləri gördün, özün eləmə, sən də eləyərsən Məndən presin bilirlər. üçün. Tor sendviçimiz. Sunum üçün artıq hazırdır. Hazır olmayanlar hazır. Xanımlar hazırdır, bəylər belə. Çox vurmayın. Soğan çox tutmasın. 100% bəli. Qulaq asın, söylə. Mən bayaq kameraya dedim, İsmixan soğanı çox balaca doğradı, o yanacaq. Amma belə Soğan olanda sənin üçün soğan yoxdur. Sənin üçün doğradım ki, Bəhram şefimdən gəlsin. Olar mən də baxım. Özünüz qərar verirsiniz, özünüz. Soğan pişib, pişməyib, nə olur? ağanın da burada yoxsa mənimdir təkcə. Biz bişdik, artıq püre hazırdır. Ağanın şefi ölməyib deyə ağa üçün də hazırladı. Göbələk. Dayan. Nə eləməliyəm? Düz əlavəyəm kimi, süt Səncə? əlavəyəm. Məncə hə. Baxdır. Növbəti mərhələ göbələyimizi əlavə edirik. Bəli, Göbələyimizi İsmixan bəy düzəldi. Ona görə doğrama prinsipini bəyənmədim deyə mən özüm hazırlayacağam. Lazım olmadı. fikir bildirin. Hələ ki qəşəng görünür. Yəni iştaham açıldı. Gözləyirəm bitsin yeyim. Ağa bu səndir. Artıqdır o. Ağandır. Saat. Çox vurdu, nə deyəsən püreni qurana. Şefim sağ olsun, icazə verdi vaziyetindən istifadə eləməyə. İndi Straqanov üçün yer açıram. Bəziləri iddia edirlər ki, Straqanov Rusiyaya məxsus bir yeməkdir. Bəziləri iddia edirlər ki, bu Almaniyaya məxsus yeməkdir. Əslində necədir? 19-cu əsrlərdə Almaniyalı aşpaz tərəfindən Rusiyada Straqanov ailəsinə bişirilib həmin yemək Almaniyalı aşpaz tərəfindən. Mənə görə məsələn Almaniyaya məxsusdur, çünki Almaniyalı şef tərəfindən hazırlanıb deyə. Göbələyə xod ver biraz, bu suyunu buraxdığımız. Bəli, mən hal-hazırda 2 tava ilə birdən məşğul oluram. Bir tavamızda püremizi asırıq. Hal-hazırda hazırlama prosesindəyik. Hiss edirəm ki, buradan çıxandan sonra barda dava düşəcək. Bəh. Məncə çox da bir fərqi yoxdur. Görün, əlaqəsi var. Çox da bir fərqi yoxdur məncə. Kömək eləməyək. Fettuccine Alfredo hazırlayırıq. Zəhmət olmuşsun, müdaxilə eləmə. Gəl O belə. mənə kömək eləmişdir. Gəl belə. Kim? Bu? Şeftadır. Yəni o qədər də əslində fərqlənmir. Sağdan götürmək lazım. Mən səhv eləmişəm, sən düzgün elə. Bəli, orada dəyişiklik eləyin, zəhmət olmasa budur olsun. Bəli, yəni hər yerdə şərabla, ağ şərabla, xüsusilə Fettuccine Alfredo yeyəndə
Fikir vermişəm ki, həmişə fetuşin Alfredo çox quru olubdu. Ona görə bu gün mən qaymağı biraz çox vurmuşam, sulu olsun deyə. Baxaq necə bir dad verəcək. Sən hamı qiymətləndirsin. Görünüş olaraq yemək seçsəm bunu seçərəm. Məncə burada ən qəşəng görünən ya da salatka, krevetkalar möhtəşəm görünür. Mən də salat seçərdim. Gordon bulunu seçərdim. Daha deyə bilmədim. Mən yəqin ki, salatı seçərdim. Çünki salat başqa yeməklərdən daha estetik görünür. Yəni daha personal şəkildə hazırlanır. Məncə də alqışlayaq. Artıq yeməklərin hər birinin dadına baxaq, görək kimin yeməyi necə alınır. Hansına başlayaq? Çox həqiqətlidir. Çox qəşəng. Halal olsun, əllərinə sağlıq. Əlinə sağlıq. Yumurta çox qəşəngdir. Toyuq sanki azca qalındır. Amma belə ümumi olaraq dad, səliqə qaydasındadır. Yəni sanki belə deyim də bir 2 il stajı olan aşpazın düzəltdiyi pilavı düzəldirsən. Çox dadlıdır. Bəyəndiniz? Qoxmurdu, kəsmək var. Məzandı mı? Ha? Deymiş. Çox qəşəngdir. Sən də Degüstə şeyləri heç nə demədi. Oturaq bizə. Nə dedi, eşitmədi. Duzu biraz daha artıq ola bilərdi. Bəli. Biraz duz azdır. Seçməyək də. Məncə sosu qəşəngdir. Normaldır. Başqa nəyə baxıyorsunuz? Təhris krevetkası görmüşəm. Duzsuz görmüşəm. Bol yağda. Yox, yağlı süzdür. Ümumi olaraq salat yaxşıdır. Birinci nə idi? Cordon bleu. Görüntü, dad falan hər şey bir yerdə 8 bal. Ağalının yeməyinə. Sonra Nigarın yeməyinə, yox, Nigarın yeməyinə 8 bal. Yaxşı. Bəhram bəyin yeməyidir. Ona 9 bal. Yəni onu da şef deyil deyə verirəm. Sonra o yeməyi də mən 9 verirəm. Çox bəyəndim. İsmixan yeməyinə, fetuşinə. Salata çox çətin olmadığı üçün, dadı yaxşı idi, amma çox dəhşət çətinlik olmadığı üçün 8 bal. Gordon Blue dadı mükəmməldir, həqiqətən. Həm Gordon Blue sosu və püresi, hamısı qəşəngdir, çox qəşəngdir. 7, onda 7 yəni. O da görüntü kəsdi də, yəni başqa bir şey yox. İsmixanın fetuşinisi, görüntü okeydir. Tam yəni biz servis elədiyimiz kimi, yəni görüb servis elədin, yəni baxdım orada servisimdə. Verək onda 8, 9, hətta 9. Straganov hər şey qaydasında, görüntü də yaxşı idi. Mən də 9 bal. Hətta 10 bal. Mənə bərabər ya da 10 bal. Xanımda da hər şey qaydasındaydı. Yaxşıdır bu da. 8 xal salatı. Biz mən çox salat sevən deyiləm. Sonra club. Daha doğrusu asan gəlir çox adama, amma çətindir. Kəsməyi falan, yəni bu səliqə ilə çıxartmaq. Bir dənə toyuğu, bir dənə slice edirlər. Oradan da yəni bal kəsməyə mən üçün. Onda onu da belə verim. Başqa. İndi hesablayın görə kim birinci idi. Bəhram qazandı. Çünki bir onu var, bir 9-u. İkinci yer sən. Yəni həqiqətən gözləmirdim yəni bu səviyyədə nəsə eləyərlər. Tam səmimi deyirəm, yəni gözləmirdim. Yəni halal olsun, hər birinizə halal olsun. Bu yarışda da qalib olub onu göstərdim ki, həqiqətən Kifayət xanım Şahmar bəy doğru qərarı veriblər məni bura markif götürməklə. Mətbəxdə işdə çatışmasa, yetişdirən barda əyəcək. Bugün isə mətbəx heyəti barda öz bacarıqlarını göstərəcəklər. Allahverən bəy kapuçino hazırlayacaq. Ülvi bəy isə bizim üçün yuzu aloy, matcha limonat hazırlayacaq. İnşallah hazırlanmaz. İlkin etapımız matchanın
toz halından maye halına gətirmə prosesi. Buna 2 qram yarım deyirəm. Dünən şefin də dediyi kimi nə qədər istəyirsən əlavə edə bilərsən. Su əlavə edirik, bəli. Qaynar su. 60 ml nə biləcəm, çox ola bilər. Şefim siz hazırlıqlı gəlmisiniz, belə baxıram. Yox, biz budur su. Başqa açıram. Başqa. Şefim mən də təmizliyə baxacağam ha. Mən də bu. Mən də baxacağam. Bizim barda istifadə etdiyimiz alət budur, adı jigerdir. İstifadə edəcəyik 30-30. İndi keçirik Allah verən bəylə kofe hazırlamağa. Orada dəsmal var. Dəsmalla onun içini qurudurub. Bəli. Belə. Hazırdır, paşt üstü. Massasını eləmişik. İnşallah suyunu əlavə edib, soyuq əlavə edəcək, hazırdır. Kifayətdir bu qədər kofe. Və əlinizlə biraz bunu belə qoyuruq. Hə, bunu bassan ya. Bəli, bəli, Biraz bəli. yer saxla ki, maçanda. Bildim, başa düşdüm. Və keçirik Qarışdırıq sonra. Hə, qarışdırıb şunu şey. hazırda kapuçino hazırlayacağımız çaşkaya. Bəli. Yəni ilk dəfə üçün çətin ola bilər. Bəli. Hamısını Bas. əlavə üstünə dekor olaraq. Üstünə dekor ola vermişsə, əlavə edin. Bəli, eləmək istəyərdim. Hə, yaxşı. Onu da belə üstünə qoyaq. Hazırdır. Allah verən bəy. Düzəltdik. Süsəlidən, o baxır sizin sütü köpürtməyinizə. Kofedə əlimin dadını istəyirəm. Mən eləyəcəm. Sevgimi qatda kofeyə. Xaritanla şahidlik edirsiniz, siz də çəkiliş edirsiniz. Sağ olsun. Yeni kofe kəşf edirsiniz. Allah. Yox, bu bir dəmir var ya, dəmiri sal bunun içinə. Görmüşəm. Bu çöldə qalsın, bu xət. Yox, yox. Bu şey istəmirəm, mən çıxardım. Baxında qalmalıdır. Çox dadlı və Buna biraz belə baxanda sola tərəf. sevinci dadlıdır. Hə, hə. Ümid edirəm dadı yaxşı olar, amma rəng olaraq burada nəsə sanki bu belə bu rəng olmamalıdır. Mən 6 il staj olan bir barmen olaraq ən çətin Orada dəsmal var, zəhmət. proses mənim üçün bu sferaya yeni gələndə sütü qaynatmaq idi. Kofenin üstünə sütü tökürük, amma elə eləməliyik ki, onun üstündə şəkil seçə bilək. Hə, hə. Belə gedirsən. Belə, Ən maraqlı yer odur. aha. Biraz daha aşağıdan, biraz daha serin. Dən loğumuzu düzəlt də. Deyən də. Şeydir bura. Ağac çəkdik. Hə, naxışlar Bura yerə- zatlar var. Doldura axıra qədər eybi problem yox. Damar kimi seçə bilər. Şey. Sən sütü çox döktürdülər ki, Yox, sən axırı öyle çox deyil. qalıb şey elə O bütün qaymaq burada qalır. Ülvi bəylə Allah verən bəyin içkiləri hazırdır. 2 nəfərin ikisi hazır. Keçirik növbəti 2 nəfərə. Əsas mərhələ gəlir Emin şef. Ən çətin. Emin şef günümüzün ən çətin içkilərindən birini hazırlayacaq. Krem rule. Var mı da var mı? Həsən bəy isə hype kokteylini hazırlayacaq. Vaxta baxa. Dost maraqlıdır. Şefim zamanı meydan oxuyur. Sizə başlayırsınız. Shaker götürün zəhmət olmasa. Shaker budur. Bəli. Aha, böyük hissəsinə buz əlavə eləyin. Sarı başlı çəkirsən sarı. Bəli, bəli. Bura əlavə Gördüyünüz edin. kimi səliqəli işləmək lazımdır. Niyə bura əlavə eləmirik onu da deyim. Çünki bunun içində buz vurmuşuq və sən kokteyli hazırlayana qədər keyfiyyəti tezə qoy. Ha. Yox, çəkildir mi? Şefim 5-5 qaliki xoddadır. Ya Allah. Bu Bəli, bəli. Seven Solution'da kokteyldə dad balansı yaratmaq üçün eyni qayda düşür. Ne kadar əlavə edelim? Bunu üstüne ben İndidən qoyun, hələ soymaya qoyuram. Kofemiz. əlində vurdu onu. Neçə qramdan eləməliyik? Bəli. Pinirin köməyi ilə bunu yuxarıdan bura əlavə edirik. Single. Daha yuxarı qaldırın. Ha, bardan yanır. Daha yuxarıdan. Profesional şəkildə böyle. Elə vurma olmaz. Bildim, yadıma düşdü. O Reels'e baxmışdım bəli. Mən bunu qıraq eləyək. Yəni hazır işte şomsudur. Özüm taxacam. Bəli. Deyirsiniz çətindir bu, amma çətin deyil. Deməli bunu qıraq. Həsən bəyin də kokteyli hazırdır. Sonra hype kokteyli hazırdır. Birazdan dadlandırma etabına keçəcəyik. 30-15. 30. Belə deyirdik də artist. Artist. Amma onu da yanlış elədi. Heç bir şey qarışmıram. Nəysə. Şimdi espressosunu da əlavə edeyim. Yaxşı üzüm. Çox eləmişəm.
su içdim. Üstüme satağım. Böyle yüzde mi? Hard şekerim. Ben neyse değil. Pony Glass. Çok sağ olun. Teşekkürler. Ne bu boş? Bura bir parmağını koy. Bildim. Sağ olun. Bu birinci qaba yoxlayın. Ay yaşa. Qaba. Görürsünüz. Axır ki mətbəxlə ortaq olan eyni Niyə belə? yoxlamaq adına qurtardı ne şəkil olur. Bu. Mən ilk öz sifon yaxşı işləmir prosto. 100%. Şeflər həqiqətən evdə məşq edirlər. Fire. Şifonu yandıranda partlama efekti koyulurdu. Yandırsan alatın çıxır da. Şov verir. Bana çox barınını seviyorum. 9 emin. Mən belə tutum. Bütün dişlərimiz hazırdır. İndi dadlandırma etabına keçə bilərik. Səncə necə idi? Necə hazırladılar? Məncə texnik olaraq yaxşı idi. Dadlarına baxaq. Kofedən çox bananın dadını alıram, amma çox qəşəngdir. Limon duzunu çox bilmirsən şefim. Soyuq meylicə. Nə deyibsən? Amma da Biz istemiştik ki Allah veren ve bizim için kapışını hazırlasın ama üstünde köpüğü olmadığına göre eğer şişinizi gösterebilirim. Fight'da daha çok köpüğü olur değil mi? qəşəng. Hazırladığımız en yakın olan Tonuz kokteyldi. Bu alkololda ama her saat onda nasıl bir şey dayanladı. Əladır. Çox içmək istəyirsən. Dayanladı. Baxın. Para keçib davam et. Krem bruleyə 9 bal verirəm. Bu çox qəşəng idi. Uşaqlar dedi, Bəhram dediyi kimi, yəni çox yaxındır. Onların verdiyinə 9 bal, təriflədiyinə görə Bəhram çox az kokteyl tərifləyəndi. Ona görə ona da 9 bal olar. Kofenin artı daha yaxşı olsaydı da eyni olsaydı 9 verdim, amma belə 8 bal. Limon tuzdan çok istifadə eləmişsin. 2 qram dediniz, 2 qram vurdum Bəhram bəy. Mən krem brûlée yox, krem brûlée xahiş edirəm. O üzr istəyirəm. Aladır, mən də 9 bal verirəm. Limonad həqiqətən 10 bal. Şəxsi fikrim, mən ona 8 bal verirəm. Şef olaraq tez və səliqəli işlədiyi üçün 10 bal vermək istəyirəm şefə, 9 bal. Çox. Amma prosesi də eyni qaydada, yəni hər kəsdə olduğu kimi çox tez və səliqəli oldu. 10 bal vermək istəyirəm. Kofedə 50% özüm iştirak elədim hazırlanmasında, amma kofe ərsəyə gətirdiyi üçün 8 bal. Sağ olun, növbəti görüşlərə dəyək. Sağ olun. Sağ olun. Növbəti videolarda görüşərik.